Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri bir neçə videonu yəni birədləyib sizlərlə çəkmək istədim. Çünki gec gəlmişdi kargolarım. Ona görə də bir neçə videonu birədləyib çəkmək istədim. Belə bir şampun almışam qızlar. Keçən dəfə də almışdım. Bu şampun mənim saçıma çox düşdü. Yaxşı oldu. Çünki saçım tökülürdü. Bunu işlədəndən İran mağazindən almışdım. İşlədəndən çox yaxşıdır. Saçım tökülməyə dayanıb. Belə bir salfetkaları almışam uşaqlara çantalarına qoymağa, həm sulu, həm quru. Bizim olmazsa olmazımız, yəni salfetkamız evimizdən, yəni bilmirəm sizdə də elədimi? Bizdə daha çox işlənilir. Uşaqlar da işlədir, özümüz də istər quru, istər sulu. Ona görə də elə hər zaman deyirsiniz ki, videolarda ancaq salfetkadır. Çox işləndiyi üçün elə hər dəfə marketə gedəndə alıram. Belə sabunlar almışam qızlar. Mən həmişə alıb atıram evə. Yəni belə paçkalarda alıram. Lazım olduqca belə evdən, yəni götürüb işlədirəm. Onsuz da ki, evdə tez-tez lazım olur. Bu dəfə kargolarım gecikmişdi qızlar. Bir neçə kargodur. Dedim çəkim, sizlərlə də paylaşım. Demək olar ki, bu aralar kargolar çox gecikir qızlar. Bu kargom nəsə mənə yaxşı gəlmədi. Demək olar ki, keyfiyyətsiz gəldi. Bir neçə paltarlarımı qaytardım, qaytarma etdim. Düzdür, pulunu 5 iş günü ərzində qaytarırlar, amma nəsə xoşuma gəlmədi, keyfiyyətsiz gəldi. Belə bir özümə bir kofta vurmuşdum. Çox nazik, bir keyfiyyətsiz, amma orada göründüyü kimi deyildi. Düzdür, qiyməti ucuzuydu, amma yəni heç göründüyü qədərində də gəlməmişdi. Bir sintetik bir koftaydı. Bunu da yenə qaytarma etdim. Qara sadə koftaydı, heç bir qabağında nə yazsa, nə bir yəni işarəsi yox idi. Sadə bir koftaydı. Yəni qaytarma etdim. Özümə gecə geyimi vurmuşdum. Şalvar kofta. O da keyfiyyətsiz gəldi qızlar. Elə əlimdəki odur. Çox nazik. Yəni bunda da sintetikdir. Deyirsiniz ki, onsuz da oradakinin hamısı sintetikdir. Amma bu çox nazik, çox belə. Düzdür, yaza payız ayında geyinmək olar. Amma çox nazik idi. Material da xoşuma gəlmədi. Bunu da qaytarma etdim. Yəni orada rəylərdə yazırlar ki, yaxşıdır, yəni payız yaz geyimidir, amma mən bəyənmədim. İndi bilmirəm aranızda alanlar varmı, bəyənənlər varmı? Bəyənmədim. Xoşuma gəlmədi. Bunu isə boşqab altlığı üçün vurmuşdum qızlar, amma gələn mənə bu gəldi. Çaşqa altlığı deyim, çaynik altlığı kimi gəlibdi. Həsirdən hələ sevinmiş bir də səbətə atmışdım ki, 6 dənəsini indi almışam, 6 dənəsini də alaram. Amma yəni heç göründüyü kimi də gəlmədi. Düzdür, bunu qaytarma etdim. Bunun pulunu mənə qaytarma etdilər. Özümə qaldı. Amma o birisi paltarların qaytardım. İstər gecə geyimini, yəni pijamanı, istər də koftanı qaytardım. Çünki çox keyfiyyətsiz gəlmişdi. Nəsə bu aralar bundan qabaqki yəni malım yaxşı gəlmişdi. Bu demək olar ki, heç xoşuma gəlmədi. Burada 2 dənə yəni pijama vurmuşam. Gecə geyimi 2 dənə də yox, 3 dənə. Düzdür, birini özümə, digərlərini başqa adamlar üçün vurmuşdum. Mən fikirləşirdim ki, daha da gözəl gələ bilər materialı, amma o qədər də yaxşı gəlməmişdi. Belə bir kofta vurmuşuq qızlar. Bu yaxşı gəldi, bunu bəyəndik. Böyür hissəsi yığmalı, büzməli. Bu yaxşı idi, bardov rəngdir. Bilmirəm, burada biraz elə bir ki, tam da o qədər də rəngi yaxşı düşməyib. Amma bardov rəngdir, yaxşıdır. Bundan razı qaldım. Bu sifarişimin içərisində bir dənə bundan, bir də o gecə geyiminin, yəni o ürəkli olan, o da tam da belə razı qalmaq deyəndə tam razı qalmadım. Çünki nazikdir.
Mən onu başqa yerdə görmüşdüm. O qalın idi, materialı yaxşı idi, amma bunda baxırsan ki, bu da yaz, payız vaxtlarında geyinməyə daha yaxşı olar. Qışa əl vermir. Yəni o vaxtları olsa, hə, onda geyinməyə əl verər, amma belə də yəni qış üçün deyil. Amma pis də deyil də, idarə etmək olar, belə deyim. Çox da elə nə gözəl materialı var, nə elə də pis materialı var. Yaxşıdır. Yəni yaza, payıza deyə bilərəm ki, ala bilərsiniz. Yəni belə məsləhət verə bilərəm. Yəni aranızda almaq fikri olanlar, yəni elə ala bilərsiniz. Qış üçün deyil. Bu isə qızlar, mən evimizə kamera vurmuşdum. Düzdür, kameraya yəni bir sözüm yoxdur. Kamera gözəl gəldi, işləməyi də gözəl oldu. Sadəcə mən o kameranı nəyə görə qaytardım? Kamera özü fırlanmırdı. Gərək yəni telefon vasitəsindən evdən fırlamaq idi. Mən elə başa düşdüm. Onu da kameranın özü fırlanmırsa da, evdən mən telefonla fırlayacağamsa da, yəqin ki, nəyə lazımdır? Ona görə də qaytardım. Düzdür, bir istiqaməti çəkir. Yəni hər evin dörd böyrünü çəkmirdi. İçində hər bir şeyi salamat gəldi. İçində kartı belə hamısı yerində gəldi. Amma o bir nöqtəni çəkir də, bir istiqaməti çəkir. Bizə də lazımdır ki, evin dörd böyrünü çəksin. Evin yəni hər tərəfini çəkəndə yəqin ki, kamera daha yaxşı olar. Mənə elə gəlir ki, bu necə evlərə, yəni ofisdə bir dənə, yəni otaq üçün, yəni lazımdır, mağazinin içərisini sırf göstərmək üçün uyğun olar, fırlanmır. Ona görə də yoldaşım dedi ki, bizə fırlanan lazımdır, çünki hər tərəfi yəni fırlansın, evin hər tərəfi düşsün. Heç olmasa arxa tərəf düşməsə də, yəni qabaq tərəf düşərdi. O da yəni fırlanmır, gərək evdə telefonun vasitəsilə fırladaq. Ona görə də qaytardım, qaytarma etdim. Bu növbəti bir karqomdur qızlar. Yəni onlardan, yəni demək olar ki, o karqomdan heç birindən razı qalmadım. Amma bu karqomda mən vurmuşam su krantı, yəni mətbəx üçün krant. Amma razı qaldım. Taxtıqda neçə vaxtda da işlədirik də. Mən indi bir neçə videodan yəni sonra səs yazdırmışam. Yəni işlədirəm də, yəni razıyam da həmən o krantdan. Yəni almağı məsləhət görürəm. İstəsəniz siz də ala bilərsiniz. Mən qızılı rəngini almışdım. Paslanmaz polad. Siz də istəsəniz paslanmaz polad ala bilərsiniz. Onun gümüşü rəngi də var idi, qızılı rəngi. Mən qızılı rəngini götürdüm. Mətbəxim mənim qızılı tonlarına uyğundur deyən, ona görə də qızılı götürdüm. Bu dediyim kimi bu pijamadan ikisini əvvəl vurmuşdum, birini sonra vurmuşdum, amma ikisi də paşda eyni vaxtda gəldi. Bilmədim ki, əvvəldən vurduğum tez gəlsəydi, keyfiyyətini bilərdim, heç vurmazdım. Amma yəni ayrı-ayrı vurmuşdum, gecikdi. Ona görə də gəlişini bilmədim, amma yenə dediyim kimi idarə etmək olar. Əvvəl birini vurmuşdum, sonra isə 2 dənə vurmuşduq. Dediyim kimi gecə oldu deyən, keyfiyyətindən xəbərimiz olmadı da gəldi, amma belə də pis deyil. Yenə deyirəm ki, idarə etmək olar. Yaz, payız geyimidir, yəni geyinmək olar. O gözlədiyim materialda belə gəlmədi. Belə qızlar, mən yəni əvvəlki karqomdan dediyim kimi razı deyiləm, amma bu karqomdan razıyam. Çünki orada vurduğum kranta görə razı qaldım. Quraşdırdıq, quraşdırması da asan oldu, rahat oldu. Hələ ki işlədirəm, rəngi də dediyim kimi qaralmayıb, yaxşı da gəlmişdi. Mən yəni qorxurdum ki, əslində rəngi bəlkə də bir həftədən, bir müddətdən sonra rəngi dəyişər. Amma ki, yəni rəngi nə rəngində dəyişməsi var, nə işləmə, yəni pis çıxmayıb, yaxşı da işləyir. İstər isti suyu tərəfi, istər soyuq tərəfi çox yaxşıdır. Gümüşü rəngi də var idi. Düzdür, mən gümüşü rəngini istəmədim. Qızılı rəngini istədim.
elə istədiyim rəngdə, istədiyim tonda da gəlmişdi. Özünün içərisində şlanqı, sonra qoşma krantı, hər bir şeyi, yəni yerində, hər bir şeyi çox gözəl gəlmişdi. Ağırlığı da qızlar çox ağır idi. Yəni deyirsiniz ki, oradan vurulub, Kitayındır, nə bilim, Temudan vurulan krantı necə olar? Amma ağırlığı da çox gözəl, çox yerində, yaxşı gəldi. Mən heç bu qədər dediyim kimi gözləmirdim. Yəni belə ağır gəlişini. Yaxşı da gəlmişdi. Bugünlük bu qədər qızlar. Videomu sonlandırıram. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim. Hər birinizin dəstəyinizə ehtiyacım var. Çünki mən kanalımı yenidən bərpa etmişəm. Yenidən yəni kanalımı qaldırmaq istəyirəm sizlərin sayənizdə. Sizlərin dəstəyi ilə. Sağ olun, növbəti videolarımda görüşənə qədər.